Davam edirik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir və bu məqsədlə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir və bu dəfəki köç karvanında Qırmızı Bazara 20 ailə, yəni 71 nəfər və Sos kəndinə isə 10 ailə, 42 nəfər köçürülüb və bu yola salmada əməkdaşlarımız da iştirak edib. Reportajımız var. Baxaq. Artıq 3 ildən çoxdur ki, eyni hisslərin şahidiyik. Onlar evlərinə tələsir, biz isə müjdəli xəbəri sizlərlə bölüşməyə. Daha 30 ailənin çırağı öz yurdunda közərəcək. Qarabağa, işğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 71 nəfərdən ibarət 20 ailə, Sos kəndinə isə 42 nəfərdən ibarət 10 ailə qayıtdı. Kövrək idilər, biraz da həyəcanlı. Balaca sakinlər ilk dəfə görəcəkləri yerlər üçün, böyüklər isə illər sonra qayıtdığına görə həyəcanlı idi. Ayşən xanım həmişə ailə üzvlərindən eşidib sevdiyi yurduna bugün oğlu ilə qayıdır. Deyir ki, ana atamın yarım qalan arzularını yaşatmağa gedirəm. Nə atam sağ deyil, nə də anam sağ deyil. Hal-hazırda biz sadəcə bacım və qardaşımla bərabər yaşayırıq. Bəli, həmişə onlar Qarabağdan danışarkən gözləri dola-dola danışırdılar. Yəni Qarabağda keçmiş günlərindən, yaşadığı xatirələrdən. Yəni biz onların xatirələri ilə, onların təəssüratları ilə böyümüşük. İnşallah onların yarım qalan arzusunu biz reallaşdırarıq. Mən Qarabağı heç bir zaman görməmişəm. Bugün ora ilk səfərimdir, belə deyək. Bu elə rahat gəlməmişdik, yəni məlum məsələdir bu. Çox çətin vəziyyətdə gəlmişdik. Kimi, bax bu balaca uşaqlar belə o vaxtları elə bir ki, ayaq altında, maşın, üstü açıq maşında gəlmişdi. İndi şükür Allah. Valla sevinçlə kədər qarışıqdır da, indi gedirik şükür Allah. Balaca xatirə isə rəfiqəsini görməyə tələsirdi. Nənəm gil gedib, mən də görəcəm büyük. Orada məndən yaxın dostum var, onunla gedəndə oynayacağım. Sinif yoldaşlarım da olacaq, orada məktəbə gedəcəm. Elinə, obasına qayıdan sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər. Hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdilər. Torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər. Allah şəhidlərimizə rəhmət eləsin. Analarının əlindən öpürəm. Allah'a şükür olsun ki, sağ-salamat qayıdırıq hamımız yerimizə, yurdumuza. Azərbaycan xalqının bizimlə məşğul olan nümayəndələrin hamısına mən öz təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Mən məsələn 2 evladım var. 2 evladımla qayıdıram, amma böyük evladım əskərdir. Amma onu bilirəm ki, həqiqətən yaşamaq istəyən getsin Qarabağda ömrünü uzatsın. Xatırladaq ki, Xocavənd rayonu 2 oktyabr 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə isə 44 günlük vətən müharibəsi zamanı düşmən tapdağından azad edilib. Bugün Xocavənd doğma sakinləri ilə abadlaşır.